deyir ki, qorxuruq Pəhləvi gələ. Kaş ki Pəhləvi gələ. Kaş ki Pəhləvi gələ. Ki dolar dubara 7 tümən ola. Mənim ondan daha yaxşı önərim var sizə. Qacar zamanı dolar 10 şay idi. 10 şay olur tümənin 10da biri. İndi 10 şay yaxçıdır ya 7 tümən. Hələ bundan yaxşı önərim də var. O zamanlar ki insan meşələrdə yaşayardı, köylərdə yaşayardı, mağaraların içində yaşayardı. Hər şey pulsuz idi. Məsələn, çıxardılar ovçuluğa, gedərdilər, bir şey ovlayardılar. Ya ki, bir dənə sürü keçir, inək sürüsü, bir dənə inək ovlayıb, gətirib, onu pulsuz yeyərdilər. Geri dönək elə meşə zamanına, köylərdə yaşayaq, mağaraların içinə girək. Görürsünüz, bunun adı populisti fikirlərdir. Yəni sizə xəyal satırlar. Yadınıza salın Cənghay İran-Rus, ondan qabaq, Babəki Xürrəmdin, ondan qabaq, Atropatkan, Sərdar Əxameneşki İskəndərin qabağında dayandı. Bu insan gəlir sizə xəyal satır ki, Pəhləvi zamanında dolar 7 imiş və Pəhləvini təkrar gətirək ki, dolar 7 tümən olsun. Necə ki, molla sizə deyir ki, bu dünyada neynək aclığa dözün, o birisi dünyada siz cənnətdə yaxşı yeyib içəcəksiniz. Həmin fikirdir. Sadəcə birisi kravat vırıbdır, elə bilməyin o molla deyil. Sizə xəyal satırlar. O insan ki, gəlir sizə deyir ki, Pəhləvi zamanında dolar 7 idi, gəlin təkrar Pəhləvi zamanına dönək. Bu hətta bilmir ki, önümüzdəki 10-20 il içərisində pullar digital olacaq. Dolar qalsa da digital şəklindədir. Bugünkü dünya olmayacaq. Yapay zəka ortaya çıxıb. Dünya dəyişir. Self-drive var, robotlar var, quantum computing var. Bir çox dəyişim olacaq dünyada. Adam gəlir sizi istəyir geriyə aparacaq ki, dolar 7 tümən olacaq. Və bunu unutmayaq ki, geridə qalmış millətlər, xəyallarla yaşayan millətlər ac qalarlar. Biz gərək gələcəyi düşünək, keçmişi yox. Bunlar istəyirlər sizi keçmişə götürələr. Və unutmamalıyıq ki, gələcəyin inşası bizim bugün atdığımız addımlardan keçər. Biz bugün nə etsək, o bizim gələcəyimizi inşa edəcək. Və onun tək yolu var. Demokrasi və öz müqəddəratını təyin etmək, bunlar bizim gələcəyimizi qaranti eləyəcək.